Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, İmam Zaman əleyhissalam zuhur edəndə dünya başdan başa dəyişəcəkdir inşallah. Həzrətin səhabələrinin sayı onunla birlikdə hədislərdə məşhur deyimə görə 313 nəfər olacaqdır. Bədir əhalisinin sayı qədər sadiq səhabələr. Onlar gecələr ibadət edən rahiblər, gündüzlər isə döyüşən şirlərdir. Onların qəlbləri dəmir parçası kimi möhkəm, iradələri isə dağlar qədər sarsılmazdır. Onların hər biri ayrı-ayrılıqda bir ümmətə bərabərdir. Məkkədə rükn ilə məqam arasında insanlar ona beyət edəcəklər. Məhz bu beyət yer üzündə ən müqəddəs beyət sayılacaq. Bəzi hədislərimizə gəlibdir ki, o həzrətin dünyanı idarə etməsi 7 ilə qədər çəkəcəkdir ki, hər il bizim 10 ilimizə bərabərdir. Digər hədislərimizdə isə İmam Zamanın hakimiyyəti 40 ilə qədər qeyd olunmuşdur. O yer üzündə elə bir ədalət quracaq ki, qurd ilə qoyun bir yerdən bir sudan içəcəklər. Uşaqlar və insanlar vəhşi heyvanlarla üns qurub heç bir zərər görməyəcəklər. Yer üzünü bərəkətini açacaq. Göylər səmadan yerə bollu-bollu yağışlar göndərəcək. Yer üzündə haqqını almamış heç bir insan və haqqı ödənilməmiş heç bir ölü qalmayacaqdır. Ey bizdən uzaq və lakin bizə yaxın olan imam, ya sahibə zaman. Sən özün bu zülm dolu dünyamıza bir baş çək və bizlərə bir nəzər sal. Zuhuru gözləyən əzizlər, bunlar hamısı həqiqətdir. O yox deyil, sağdır, diridir, bizim aramızda yaşayır. Onu görməsək də o bizi görür. Ona yetişməsək də imam özü bizə yetişir. Sahibəl əmr üçün elə bir qeybət dövrü vardır ki, onda hər bir batil pərəst azğınlaşar və belə deyər: o öldü, hansısa dağın arxasında yoxa çıxdı, hansısa bir vadidə gizləndi. Hər kim belə bir dövrdə səbr və dözüm göstərərsə, həmin şəxsin məqamı Rəsulullahın huzurunda cihad edən şəxsin məqamı kimidir. Məhz o günə qədər saydığım nişanələri ürəkdə yaşatmaq, onu duymaq, intizarının ədəbini qorumaq, onun yolunda hazır durmaq, onun əmrinə, itaətinə hazır olub əməl etmək məhz bizim bugünkü vəzifələrimizdəndir. İlahi, bizə onun pak camalını göstər. Ona xidmət etməyi nəsib elə və onun huzurunda şəhadət yetişməyi bizə ruzi qıl. Amin ya Rəbbəl aləmin.